Salam, hər vaxtınız xeyir olsun. Mən Ağabəyli Saməddin. Bugün sizə MİQ və sertifikasiya ibtidai imtahanına hazırlaşan müəllim və müdavimlər üçün suallarımıza başlayacağıq. Bu tipli layihəmiz, yəni dəstək videolarımız imtahana qədər sizlər üçün davam edəcək. Bu suallarımız orta tipli suallarımız sayılır və daha çox sertifikasiya müdavimlərinin diqqətini cəlb edəcək. Amma bilirsiniz ki, MİQ imtahanında da bütün suallar çətin olmur, orta tipli suallar da olur. Ona görə diqqətli olun ki, MİQ və sertifikasiya müdavimləri hər biri bundan yararlana bilsinlər. Həmçinin digər fənlər üzrə, yəni bütün fənlər üzrə MİQ və sertifikasiya dəstək qruplarına qoşulmaq istəyirsə, ətrafınızdakı tanışlarınıza da bildirin. 055 527 2599 WhatsApp nömrəsinə yazaraq ödənişsiz şəkildə yararlana bilərsiniz. Verilmiş ədədin minliklər sinfindəki ədədi. Əvvəlcə ədədimizi yazaq. 9, 8, 4, 5, 7, 3, 2 və 8. Gəlin oxuyaq ədədimizi. 98 milyon 457 min 328. Deyir ki, minliklər sinfindəki ədədi. Bax, bu sinifə təkliklər sinfi deyirik. Bu sinifə isə minliklər sinfi deyirik. Minliklər sinfindəki ədəd 457-dir. Bu ədədi onluqlara qədər yuvarlaqlaşdırıb. Onluqlara qədər yuvarlaqlaşdıranda təklik, onluq. Onluğun altına xətt çəkirəm və onluğun sağındakı ədədə baxıram. Əgər bu ədəd 5-dən böyük ədəddirsə artım verəcək, yəni bu ədəd olacaq 460. 460 ədədinin rəqəmləri cəmini tapsaq neçədir? 460-ın rəqəmləri cəmi eləyəcək 10. C variantı bizim doğru cavabımızdır. Keçdi ikinci sualımıza, diqqətli olaq. Bakı vaxtı ilə saat 13:25-də yola çıxan təyyarə 3 saat 10 dəqiqə sonra İstanbula eniş etdi. Deməli, 13:25-də bizim təyyarəmiz yola çıxır. Üstəgəl 3 saat 10 dəqiqədən sonra İstanbula eniş edir. Yəni biz hazırda Bakı vaxtı ilə hesablayırıq hər şeyi. Bakı vaxtı ilə 16:35-də bu adam İstanbula çatır. Bakı vaxtı ilə. Və 1 saat orada gözləyir. 16:35-in üzərinə 1 saat gəlirəm. Bakı vaxtı ilə 17:35-də İstanbuldan artıq tərpənməyə başlayır bu. Yəni bütün vaxtlar Bakı vaxtı ilə hesablanır. Sonra təyyarəsi 4 saat 20 dəqiqə Londona gedir. 17:35-in üzərinə gəlirəm 4 saat 20 dəqiqəni. Eləyir 21 saat 55 dəqiqə. Deməli bizim təyyarə Bakı vaxtı ilə 21:55-də nə elər? Londona çatar Bakı vaxtı ilə. Amma bizdən London vaxtı ilə soruşur. Deyir ki, Bakıda 10 olanda Londonda 13 olur. Yəni Bakının vaxtından 3 saat çox göstərir Londonun vaxtı. Mən də 21:55-in üzərinə 3 saatı gələcəm və deyəcəm ki, London saatı ilə 24:55-də Londona çatar. Təbii ki, 24 saat olubsa bunu elektron saatda 00:55 göstərirlər. Yəni növbəti gün başlayıb artıq. Deməli doğru cavabımız olur 00:55-ə bərabər. Üçüncü sualımız bərabərsizlik mövzusuna bağlı sualdır. Ümumiyyətlə, hansı mövzuda problemimiz varsa, imtahana az bir vaxtınız qaldığına görə siz hər şeyi sualın üzərində öyrənməyə çalışmayın. Qeydlərinizi aparın, dərsdən sonra yazın ki, məsələn, bərabərsizliklər Ağabəyli Saməddin. YouTube kanalımızda bu dərsi mükəmməl şəkildə izah eləmişik. X üstəgəlinsin 5 böyükdür və bərabərdir 14. Biz burada 5-i sağa keçirəcəyik. X böyükdür bərabərdir 14 çıx 5. X böyükdür bərabərdir 9. Deməli, x-imizin qiyməti 9-dan həm böyükdür, həm də ona bərabər ola bilər. İndi deyir ki, x-in ala biləcəyi ən kiçik. X-in ala biləcəyi ən kiçik sadə natural qiymətinin 3 misli. Baxın, x 9 da olar, 10 da olar, 11 də olar, 12 də, sonsuzluğa qədər hər şey olar. Bizə lazımdır ən kiçik olsun və sadə olsun. Ən kiçik sadə 11-dir. 9 sadə deyil, 10 sadə deyil. Qaza gəlib 9 götürənlər var, gördüm buradan sizi. 11 ən kiçik sadə ədədimizdir, yəni bu şərt ödəyən və onun 3 misli 33-dür. D variantı bizim cavabımızdır. Dördüncü sualımıza baxırıq, görək dördüncü sualımız nədir? 15 çıxılsın, mötərizə açdıq, x bölünsün, 5 vurulsun 2 çıxılsın, 2 bərabərdir 3. X-in qiymətinin rəqəmləri cəmini tapın. Burada x, yəni 3x deyil də birdən qarışdırarsınız, 3-dür. Tənlik, adicə bir tənlik. İndi x-in qiymətinin rəqəmləri cəmini tapın deyir. Burada bəzən 15-dən 3-ü çıxmağı düşünür müdavimlər, amma yadınıza saxlayın ki, hər ikisi çıxma olduğuna görə, yəni eyni gücdə olduğuna görə biz burada bərabərliyə hansı yaxındırsa ondan başlayırıq. Yəni bərabərliyə yaxın olanda budur. Ona görə oradan başlayacağıq. 3-ün üzərinə 2 gələcək. 3-ün üzərinə 2 gələndə neçə eləyir? Eləyir 5. Buraya yazdıq 5. Artıq burada tərəddüdə ehtiyac yoxdur. 15-dən nə çıxsam 5 eləyər. 10 çıxsam. Yəni mötərizənin içərisindəki ifadə 10-a bərabər imiş.
10'u 2'yə bölürəm. X böl 5 bərabər olur 5'ə. X də bərabərdir. 5'i vururam 5'ə. Eləyir neçə? 25. X-in qiymətini rəqəmləri cəmi tapın. 25'in rəqəm cəmi nəyə bərabərdir? 7'yə bərabərdir. A variantı bizim doğru cavabımızdır. Baxırıq 5-ci sualımıza. Mini maşını A şəhərindən B şəhərinə 1,4 saata getdi. Bax, bu şəkildə qarışıq kəsirləri mütləq öyrənin. Bu il imtahanda qarşınıza çıxaracaqlar yenə. Qaydanda həmin yolu 70 km saat sürətlə 6 saata qayıtdı. Deməli, bu adam gedəndə 1,4 saata gedib. Əla. Qaydanda isə 70 sürətinə 6 saata qayıdıb. Mən də 70'i 6'ya vuram görüm yolun uzunluğu nə qədərdir? Sən demə yolun uzunluğu 420 km imiş. O zaman bu 420'ni 1,4'ə böləcəm. Niyə? Çünki gedilən yolu zamana böldükdə biz sürəti alırıq. Bu zaman mini maşının A'dan B'yə getdiyi sürəti tapmış olacağım. Bunu da bölməyin qaydasını öyrənmişik. 420 hələ ki bölünsün. Bunu düzgün olmayan kəsrə çevirirəm. 4 olduğu kimi qalır. 4'ü 1'ə vururam. 4 üzərinə 3 gəlirəm. 7. Bunu çünki 4-cü sinif dərsliyində tədris edirlər. Siz şagirdlərə də başa salacaqsınız deyə. Ona görə bilməlisiniz bunu. Bərabərdir. 420 vurulsun. Bölmə əvəzinə vurma yazılır. 7'də 4. 420'ni 7'yə böləndə eləyir 60. 60'ı 4'ə vuranda 240. Cavabımız oldu E variantı. 240'a bərabər. 6-cı sual. Mağazada olan 450 kiloqram malın 2'də 1 hissəsi birinci gün. Deməli, birinci gün 450 kiloqramın, gəlin yazaq, 450 kiloqramın 2'də 1 hissəsi. Yəni 225 kiloqram mal satıldı. İkinci gün birincidən 2 dəfə az. Yəni 225'dən 2 dəfə az. Bunu 2'yə böldüm. 112,5 elədi. 112,5. 2 gündə satılan mal, 2 gündə satılan malı toplasaz eləyəcək 337,5. Topladıqda 225'dən 112'ni topladıq. 337,5 elədi. 2 gündə satılan mal mağazada qalan maldan. Nə qədər mal qalıb? 450'dən çıxaram 337,5'i. Bunları kalkulatorda çıxa bilərsiniz. Burada heç nə yoxsa 0 yazıram. 0'dan 5 çıxanda 5. Burada qalıb artıq 9. 9'dan 7 çıxanda 2. 4'dən 3 çıxanda 1. 1. Yəni sən demə mağazada qalan mal 112,5'dir. 2 gündə satılan mal 337,5'dir. Bunlar nə qədər çoxdur biri o birisindən. 112,5'i çıxıram buradan. 0,5, 2 və 2. 225 kiloqram. Yəni cavabımız olur B variantına bərabər. 7-ci sual. Katerin axın ilə sürəti 38'dir. Yadınızda saxlayın, axın ilə sürət deyəndə katerin çayın cəminin 38 olduğunu bizə bildirir. Axın ilə sürət. Kater üstəgəl çay. Və çayın axma sürəti 5'dirsə, çayın yerinə 5 yazıram. 38'dən 5'i çıxacam. Kater bərabər nəyə? 33'ə. Bu kater göldə 2 saat nə qədər yol gedər? Göldəki sürət 33'dür. Zaman 2'dir. 33'ü 2'yə vurdum. 66. A variantı bizim cavabımızdır. 8. Akif və Vəlini yaşları cəmi 2010-cu ildə 36'dır. Yazıram bura 2010-cu ildə Akiflə Vəlinin yaşları cəmi nəyə bərabərdir? 36'ya bərabərdir. Deyir ki, indi onların yaşları cəmi 40'dır. İndi onların yaşları cəmi 40'dırsa, deməli 36'dan 40'a 4 vahid artım baş verir. Bu 4'ü görən müdavim gedir cavabı 2014-cü il götürür, amma səhv edir. Niyə? Çünki 2 insan birlikdə 4 il böyüyüb. İkisi birlikdə paralel şəkildə. İkisi birlikdə 4 il böyüyübsə, o zaman hərəsi 2 il böyüyüb də. Bu da 2 il böyüyüb, bu da 2 il böyüyüb ki, cəmi 4 il artım baş verib və 40 yaşa çatıblar. Yəni keçən il 2 ildir. 2010-cu ildən 2 il keçib, olub 2012-ci il. Cavabımız oldu D variantı 2012. 9. 2 zər atıldıqda düşən xalların cəminin 12 olması hadisəsinin ehtimalı. Bilirsiniz ki, 2 zər atılanda məxrəcə mütləq 36 yazılır. Ümumiyyətlə, zər məsələlərlə bağlı mükəmməl bir dərs sahın Ağabəyli İsaməddin YouTube kanalına yerləşdirmişik. Orada zəri özümüzlə atıb, nərdə oynamışıq və başa salmışıq ki, zərdə niyə bu hadisələr baş verir. Öyrənin çünki ehtimaldan zər məsələlərinin düşmə şansı böyüdür. 2 zər atılıb məxrəcə 36 yazdım və xalların cəmi 12 deyirsə,
Ancaq 6-6, yəni 6 qoşa düşəndə 12 ola bilər də, düzdür? Ona görə 36 versiyadan sadəcə bir versiyada xalların cəmi 12 ola bilər. Doğru cavabımız olur 36-da 1. A variantına bərabər. 10-cu sual. Kvadratın daxilinə çəkilmiş çevrənin radiusu 10 sm. Bizim kvadratımız var və bunun daxilinə çəkilmiş çevrənin radiusu nəyə bərabərdir? 10 sm-ə bərabərdir. Radius 10 sm-dirsə tərəf olur 20 sm. Tərəf 20 sm-dirsə 20-ni vururam 4-ə, kvadratın perimetri olur 80 sm. Perimetrin 3 mislini istədiyinə görə 80-i vururam 3-ə, eləyir 240 sm. 240 sm-də şərtdə desimetrlə istədiyinə görə 24 desimetr yazıram və doğru cavabımızı qeyd etmiş oluram. Belə əjdaha müdabilərimiz inşallah növbəti dərsimizdə görüşəcəyik. Videonun altına rəy bölməsindən mütləq öz nəticənizi qeyd edin və hansı mövzulardan, düzdür, bütün mövzuları əhatə eləyəcək imtahana qədər bu şəkildə mini videolarla. Amma siz yenə də hansı mövzudan daha çox sual görmək istəyirsinizsə, onu da rəy bölməsinə qeyd etməyi unutmayın. Videonu bəyənin, paylaşın və rəydə də xoş sözlərinizi bildirməyi unutmayın. Sağ olun, görüşərik.